Bu şəxslərə 1600 manat verilir. Cəza çəkmədən azad edilmiş, yəni azadlıqdan məhrum etmə cəzasını başa vurmuş və tibbi sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir. Bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib, 3 ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur. Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş, cəza çəkmədən azad edilməsi barədə arayış təqdim olunduqdan sonra təyin edilir. Müavinətin məbləği minimum aylıq əmək haqqının 4 misli, yəni 1600 manat təşkil eləyir. Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu 3 il üçün verilə bilər. Bu addım cəza çəkmədən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır.